O ki qaldı sizin bu Ermənistan-Azərbaycan münasibətlərlə bağlı məsələyə. Mən şəxsən baxmayaraq ki, Ermənistan çox sülhdən danışır və tez-tez deyirlər ki, 2 maddə üzrə, 2 bənd üzrə razılaşma yox idi. Hətta onu da biz həll eləmişik. 17 bəndin 17-nəsinə də hazırıq. Amma bizim 2 şərtimiz Ermənistan-Azərbaycana qarşı ərazi iddiası və Minsk qrupunun buraxılması ilə bağlı şərtlərindən ən azı 2026-cı ilə qədər bu şərtlə icra edəcəyini elə də mənim ümidim yoxdur. Mən bu məsələdə nikbin deyiləm. Xüsusilə də yerli özünün idarəetmə orqanlarına keçirilən seçkilərin nəticələri heç iqtidarı razı salmadı, deməli, Ermənistan iqtidarını. Paşinyan çox məyus olub, xüsusilə də Gümrüdə seçkilərin nəticələri onu çox məyus eləyib və indi özlərinə sual verirlər ki, birdən Ermənistanda indi parlament seçkiləri olsaydı, bizi hansı taliyə gözləyirdi. Ona görə də mənə elə gəlir ki, bu günlər Paşinyanın üzərində bir 2026-cı il seçkilərlə bağlı bir kabus dolaşmaqdadır, onun təsiri altındadır və bilmir ki, 2026-cı ildə onun taliyi necə olacaq və həmin ilə qədər sülh prosesi ilə bağlı Paşinyandan ciddi, radikal və regionda uzun müddətli sülhə gətirə biləcək bir addımları gözləmək mənə elə gəlir ki, sadəlövhlük olardı.